Salam, hörmətli abituriyentlərimiz, sizə yay boyunca həm xoş istirahətlər, enerji toplamaq, həm də təhsildən uzaqlaşmamaq arzusu ilə buradayıq. Və məqsədimiz təbii ki, sizə müəyyən qədər istiqamət vermək, dəstək verməkdir. Və vaxtımızı itirmədən mən Dövlət İmtahan Mərkəzinin 2026-cı ilin may ayının 24-də ikinci və üçüncü qruplar üçün nəzərdə tutduğu sualların hər gün bir neçə sualın izah eləsinə qarşınıza çıxacağam. Və təbii ki, məqsədimiz həmkarlarımızın da, mənim də, sizlərin də öyrənməyə çalışdığımız mövzularımızı yenidən bir gözdən keçirməkdir. Yenidən proseslərimizi möhkəmləndirmək məqsədidir. Və 2026-cı ilin may ayının 24-də ikinci qruplar üçün nəzərdə tutulan sualların birincisi ilə başlayırıq. Söhbət 61-ci sualdan gedir, yoldaşlar. 61-ci sualın şərti ilə öncə sizi tanış edeyim. Artıq siz ekranda onu görürsünüz. Şərt belədir. 13-cü əsrin 30-cu ilin sonu, 50-ci ilin ortalara Azərbaycan tarixi üçün seçəlidir. Yoldaşlar, bu tip sualların ötəsindən gəlmək üçün mən şəxsən və düşünürəm ki, digər həmkarlarım da bu taktikadan istifadə edir, bunun izahını mütləq verir. 13-cü əsrin 50-ci illəri və yaxud da 15-ci əsrin 60-cı illəri bu tip sualların ötəsindən gəlmək üçün biz əsrləri ilə çevirmək prosesini daha da şagirdlərə öyrətməyə çalışırıq ki, düşünürük ki, yəni o şəkildə əgər biz əsri ilə çevirməyə bacarsaq, o daha effektiv olar. Daha çox sənin yadında qala bilər və daha çox xatırlaya bilərsən sənin prosesi ki, söhbət sualda nədən gedir. Məsəl üçün, 13-cü əsrin 30-cu illəri sonu, yəni sualımızın bir hissəsi bundan ibarətdir. Gəlin müəyyənləşdirək ümumiyyətlə birincisi ki, 13-cü əsrin 30-cu illəri, yəni söhbət hansı illərdən gedir? Yoldaşlar, 13-cü əsrin 30-cu illəri ümumilikdə 1230 39-cu illər aralığında olan rəqəmlərdən söhbət gedir, tarixdən söhbət gedir. 1230-39. Bu ildə də 13-cü əsrin 30-cu illəri tam. Amma və lakin bizim sualın şərtinə deyilir ki, 13-cü əsrin 30-cu illərin sonu. Yoldaşlar, 13-cü əsrin 30-cu illəri özü 3 hissədən ibarətdir. 13-cü əsrin 30-cu ilin əvvəlləri ola bilər, hansısa bir sualda 13-cü əsrin 30-cu ilin ortaları və yaxud da 13-cü əsrin 30-cu ilin sonu. Yəni, belə suallar da qabağımıza çıxa bilər. Və biz bilməliyik ki, 13-cü əsrin 30-cu ilin əvvəlləri hansı illərdir? Yoldaşlar, 1230, 31, 32, 33-cü illər. Bunlar 13-cü əsrin 30-cu ilin əvvəlləri, 1234, 35, 36-cı illər isə, yoldaşlar, bu həmən əsrin ortaları, 1237, 38, 39-cu illər isə artıq 13-cü əsrin 30-cu ilin sonu olan tarixdir. Yaxşı, bunu xüsusi yadınızda saxlayın, xahiş edirəm. Və 13-cü əsrin 50-ci illərin ortaları deyilir, yəni sualımızın digər bir hissəsindəki, bəs 13-cü əsrin 50-ci illərin ortaları bəs nədir, ay müəllim? O zaman biz deyəcəyik ki, yoldaşlar, 13-cü əsrin 50-ci illəri yenə də bütövlükdə 1250-59-cu illəri əhatə edir. Bu da eynən bayaqlar 30-cu illərdə izah elədiyimiz formatda davam eləyəcək. 13-cü əsrin 50-ci illərin əvvəlləri 1350, 51, 52, 53, ortaları 54, 55, 56, sonlarsa 57, 58, 59-cu illərdir ki, bunu xüsusi olaraq kənarda qeyd edirsiniz. Yəni, kitabınızın bir hissəsindən qeyd yazırsınız ki, yəni, bunu müəyyənləşdirdik. Yoldaşı bu şəkildə müəyyənləşdirdikdən sonra sualın şərtini, yəni elə çevirmək qabiliyyətimiz olduqdan sonra mən düşünürəm ki, biz sualın ən azından 50%-dən artıq o ötəsinə gəlmiş oluruq. Və keçirik bizə verilən hadisələri həmən dəqiq müəyyənləşdirdiyimiz ilə uyğunluğunu göstərməyə. Yaxşı, başlayırıq A variantından. A variantında yazılır ki, Ali Monqol xaqanlığının canişinləri tərəfindən idarə olunması. Yoldaşlar, Monqol deyilirsə, avtomatik bizdə təbii ki, mütaliəmiz mükəmməldirsə, mütaliəmiz yaxşıdırsa, biz o mövzulara yaxşı öyrənmişiksə, bu bizim dadımıza və köməyimizə çatacaq. Biz bunu, mən həmişə illərcə şagirdlərə demişəm, inşallah tarixdə mütaliə önəmlidir. Yəni, bunu xüsusi olaraq altını çizmək lazımdır. Və Monqol ifadəsindən söhbət gedirsə, Azərbaycana Monqolların gəlişini, gedişini, tarixini bilmək vacibdir. Monqolların Azərbaycan torpaqlarına gəlişini biz Monqolların birinci yürüşünü müəyyənləşdirə bilirik. Belə ki, Monqolların Azərbaycan torpaqlarına yürüşü 1220-22-ci illəri əhatə edib və biz buna ad qoymuşduq. Nə? Kəşfiyyat xarakterli yürüş. Fikir verirsinizmi? 1220-22-ci illər. Bu eləyir 13-cü əsrin 20-ci illərin əvvəlləri. Çünki 20-22-dən söhbət gedir. Yaxşı.
Monqolların Azərbaycan torpaqlarına növbəti yürüşlərindən danışmışdıq sizə biz. 1231-39-cu illəri əhatə edən bu ikinci yürüşüdür. Hətta demişdik ki, bu yürüşün məqsədi Azərbaycanımızda Monqollar artıq möhkəmləmək xarakterli. Bu məqsədlə yürüş eləmişdilər. Fikir versiniz ilə uşaqlar. 1231-39. Bəli, Monqolların yürüşün başlanğıcı 30-cu ilə düşür, amma 30-cu ilin əvvəllərinə düşür. Yaxşı, 39 isə Monqolların ikinci yürüşün bitişi isə bu 13-cü 30-cu ilin sonuna düşür. Yəni, burada razılığa gələ bilərik. Amma bizim sualın şərtində əsrin iki dövrünü verirsə, 30 və 50-ci illər. Ona görə də bu ikinci yürüşü də sualın şərti ilə bağlantısı hələ ki yoxdur. Yəni, bunu da unutun, xahiş edirəm. Və biz qeyd eləmişdik ki, Azərbaycana Monqolların yürüşü dövrünü biz oxuyarkən demişdik ki, 1239-cu ildə Azərbaycanımız şimalı və cənubi olmaq şərti ilə Monqolların təsir altına düşür, yəni işğal altına düşür. Və 1239-dan 1256-cı ilə qədər isə biz mövzunu davam elətdirərək demişdik ki, ali Monqol xaqanlıq dövrü başlayır Azərbaycanda. Canişinlik dövrü, belə də deyə bilərsiniz, fərq etməz. Və 1239-56 ilə fikir verirsinizmi? Bayaqdan sualın şərtində müzakirə elədiyimiz əsrin illəridir. Yəni, bu artıq sualın çözüldüyünü göstərən əlamətlərdən biridir. Və 13-cü və üzr istəyirəm 61-ci sualın şərti artıq A variantının olduğunu bizə təsdiqləyir. Amma və lakin əlimizə fürsət düşmüşkən, gəlin sualımızın, yəni Dövlət İmtahan Mərkəzinin bizə verdiyi 61-ci sualın digər bəndlərlə tanış olaq. Tam, belə deyək də, həm aydınlıq baxımından, həm də təkrar xarakterli baxımından ki, görək ümumiyyətlə oradakı hadisələr, yəni digər bəndlərdə verilən hadisələr nədən bəhs edir və yaxud da niyə sualın şərtinə əlaqəsi yoxdur. Yəni, tanış olaq. B variantında yazılıb ki, yoldaşlar, Cəlalilər dövlətinin hakimiyyətinin qəbul edilməsi. Biz Cəlalilər dövləti haqqında Azərbaycanımız tarixində danışarkən demişdik ki, Cəlalilər dövləti 1340-cı ildə Şeyx Həsən Cəlali tərəfindən yaradılmışdır. Ona Böyük Həsən deyə də müraciət edirlər tarix mənbələrdə və 1340-cı ildə Bağdadda yaranmış bir dövlət olub, Hülakülər dövlətinin zəiflənməsindən nəticəsində yaranan dövlətlərdən biri olub və elə fikir verdikdə yoldaşlar görürsünüzmü? Biz 1340-cı il dedik və Bağdad dedik. Yəni, bizimlə hələ ki əlaqəsi yoxdur. Cəlalilərin dövlətinin hakimiyyətinin qəbul edilməsi Azərbaycan bu olub. Bəs bu nə vaxt olub? Bu olub 1359-cu ildə uşaqlar. 1359-cu ildə, elə fikir verin, 1359, 14-cü əsrin ikinci yarısıdır. Şeyx Üveys adlı Cəlali hökmdarının Azərbaycan torpaqlarına müdaxiləsi, öncə Azərbaycanın cənub torpaqlarına, daha sonra 1367-ci ildə isə Şirvanşahlar özünə tabe etdikdən sonra Azərbaycan bütövlüklə Cəlalilərin ixtiyarına keçir. Fikir verirsiniz uşaqlar, B variantını izah edərkən biz ən azından 3 ilin adını çəkdik. 1340 dedik, 1359 dedik və 1367-ci il dedik ki, bu 3 hadisə hər üçü 14-cü əsrin məhsuludur, hadisələrdir və sualın şərti ilə heç bir əlaqəsi yoxdur. Digər variantda yoldaşlar, Qızıl Ordu xanı Toxtamışın yürüşündən danışılır bizim sualımızda. Toxtamış Azərbaycan tarixi üçün, dünya tarixi üçün və Türk dünyası üçün yəni kifayət qədər məşhur bir şəxsiyyət olub və biz tarixi tədris apararkən, şagirdlərlə nəyisə öyrətməyə çalışarkən, öyrətmək istədiyimiz detallardan biri də budur ki, uşaqlar, hökmdarların hakimiyyət ilini bilməyiniz, mən həmişə bunu vurgulamışam, düşünürəm ki, mənlə razılaşan həmkarlarım da var. Hakimiyyət ilini bilməyimiz düşünürəm ki, vacibdir. Çünki suallar bəzən qabağımıza elə çıxa bilər ki, biz hökmdarın hakimiyyət ilini bildiyimiz təqdirdə sualın ötəsindən çox rahatlıqla gələ bilərik. Əks təqdirdə isə sualın tapılmasında, izahında ciddi narahatçılıq yaşaya bilərik. Toxtamış 1380-1395-ci il aralığında yaşayan məşhur türk sərkərdəsi olub. Fikir versiniz uşaqlar. Və onun illəri də 14-cü əsrin ikinci yarısına düşür. Sonra D variantında Hülakü xanı Qazanxandan danışır uşaqlar. Yenə də Qazanxan islahatlardan danışır. Bəli, Qazanxan Azərbaycan dövlətini idarə edərkən, Azərbaycanın bir hakimiyyətini idarə edərkən kifayət qədər müxtəlif sahələrdə dövlətə ayaq üstə qalsın deyən islahatlar keçirib. Amma hansı islahatın hansı ildə keçirildiyi haqqında çox təəssüf olsun ki, bizim kitabımızda konkret bir il yoxdur. Bəs bunu necə müəyyənləşdirəcəyik, bu nə vaxt baş verib? Ona görə də Hülakü Qazanxanın hakimiyyət ilini bilməyimiz yenə də burada bizim dadımıza çatır. Belə ki, Hülakü Qazanxan 1295-1304-cü illərdə hakimiyyətdə olub, yenə də hakimiyyəti baxıb, illərə baxıb onu əsrə çevirəndə 1295 13-cü əsrin sonu, 1204 14-cü əsrin əvvəlləridir. Bu da sualın şərti ilə heç bir uyğunluq
tapmayıb və E variantında Əmir Teymurdan danışır uşaqlar. Əmir Teymur da kifayət qədər təcrübəli və məşhur bir şəxsiyyətdir. Yəni bu gün onu burada təfərrüatlı danışmağa ehtiyacı duymuram. Düşünürəm ki, sizlər də onu çox mükəmməl şəkildə artıq tanımısınız. Əmir Teymur 1370-1405-ci illərdə hakimiyyətdə olub. Fikir verirsinizmi? Yəni illəri bildikdən sonra, o şəxslərin hakimiyyət dövrünü bildikdən sonra biz çox sürətlə və sualın üzərində çox qalmamaq şərti ilə, vaxt qazanmaq şərti ilə biz sualın ötəsinə gəlmək imkanımız var. Düşünürəm ki, bu da maraqlı bir taktikadır. Çünki qəbul imtahanlarında bizə bəlirli bir vaxt, zaman ayrılır ki, o zamandan da biz maksimum istifadə etmək bacarığımız olmalıdır. Və sualın bu şəkildə digər variantlarına tam sap-sürük etdikdən sonra daha çox fokuslanmamız bəndin üzərində qalıb sual tapmaq ehtimalımız daha yüksəkdir. Və dinlədiyinizə görə təşəkkür edirəm və inanıram ki, növbəti dərslərimizdə biz növbəti sualları da ən azından bu şəkildə təfərrüatlı izahına ehtiyac duyacağıq. Mən də əlimdən gələni artırılmasını eləyəcəm. Təşəkkürlər, növbəti görüşlərədək.